Salam. Yerin süni peykləri mövzusunun testlərinə baxaq. Radiusu yer kütləsi M olan planetin səthi yaxınlığında bildiyimiz bu V bərabərdir kök altda Jm bölək R. Yəni birinci kosmik sürətin düsturudur. Sadəcə Jm bölək R yazılır. Yəni V bərabərdir yazılmır. Yerin süni peykin yer səthindən H hündürlükdə kök altda Jm bölək R plus H. Bu da E variantıdır. Yəni V bərabərdir kök altda Jm bölək R plus H. Birinci kosmik sürətin yer səthindən olan hündürlükdən asılılıq qrafiki. A nöqtəsinə uyğun hündürlüyü tapın. Yəni 8 yer səthindədir. Jm bölək R'dir kökün altında. 4 də H hündürlükdədir. Jm bölək R plus H'dır kökün altında. Düzdürmü? Və buradan 8-in 4-ə nisbəti kök altda R plus H'ın R-ə nisbətidir. Bu ifadə edir 2. 2'nin kvadrati 4 edir. Bərabərdir R plus H bölək R. Onda 4 R bərabərdir R plus H. H'ımız da edir 3 R. Cevap D variantı 3 R. Süni peykin yer ətrafı orbitdə boyunca hərəkət edir. Peyk başqa orbitə keçdikdə mərkəzi qaçma təcili azalsa, yəni A bərabərdir J'dir. A azalırsa bildiyimiz kimi burada J bərabərdir Jm bölək R kvadratıdır. Yerdən uzaqlaşanda azalır, deməli uzaqlaşıbdır. Onda sürət də kök altda Jm bölək R'dir. Deməli sürət də neyiniyib? Azalıb. Deməli onda sürət azalıb, orbit isə artıb, çünki uzaqlaşıbdır. Azalar, artar. Onun orbitin radiusu. Əvvəlki testdə fırlanma periodu idi. Süni peyki yer ətrafında dairə bir orbit boyunca hərəkət edir. Başqa orbitə keçdikdə deməli təcil azalarsa deməli uzaqlaşıb, uzaqlaşıbsa sürət azalır, period isə artır. Deməli təcil azalıbsa sürət azalır, period artır. Periodun artmana səbəb D bərabərdir 2 pi R bölək V. V'nin yerinə Jm bölək R qoyanda 2 pi R bölək kök altda Jm bölək R qoyanda 2 pi R kök altda R. Deməli uzaqlaşanda sürət azalır, period isə artır. Süni peyk yer ətrafı orbitdə hərəkət edir. Təcil artarsa demək yaxınlaşıb, yaxınlaşırsa sürət artır, period isə azalır. Artır, azalır. Sim yer səthindən 3 yer hündürlükdə sürəti V olarsa, bu planetin H2 bərabərdir 15 R yüksəklikdə üfüqi istiqamətdə hansı sürətlə atmaq lazımdır ki, süni peykə çevrilsin. Deməli V bərabərdir kök altda Jm bölək R plus H. Burada R'imiz 3 R'dir. V bərabərdir kök altda Jm bölək R plus 3 R. Bu da Jm bölək R kökün altında vuraq 2'də 1. Bu ifadəmiz V'dir. Digər isə H2 15 R'dir. Yəni V2 bərabərdir kök altda Jm bölək R üstə gələk 15 R. Bu 16 eləyir. 16'dan da 4'də 1 çıxır. Jm bölək R vuraq 4'də 1. Əgər biz 2'də 1'ə V demişiksə 4'də 1 də V'nin yarısıdır. Yəni 2'də 1'imiz V'dirsə 4'də 1'imiz də 2'də 1 vurur 2'də 1'dir. O da 2'də 1 V'dir. Eləmi? Marsın radiusu 3400 kilometr, sıxlığı 4,3 kiloqram bölək metr kubudur. Marsın səthində birinci kosmik sürət. Deməli bu sıxlıqla əlaqəli yazmaq üçün bildiyimiz V bərabərdir kök altda Jm bölək R düsturunda. M'in yerinə rho V yazırıq. J vur rho'nun yerinə. V'nin yerinə 3'də 4 pi R kubu.
Vuraq rho bölək r. R'in biri ixtisar gedəndə qaldı r kvatı. 4r kvatından 2r kökdən çıxdı. Kök altda j vur rho bölək 3 qaldı, eləmi? Deməli, pi də qaldı kökün altında. Pi'ni də 3 götürsək, bu da pi'ni 3 verib, yəqin ki, ixtisar 7. Onda v'miz bərabər 2 vuraq 3400 vuraq 10 üstü 3. Kökün altında j'miz 625 10 üstü mənfi 11. Bu da 4 vuraq 10 üstü 3. 10 üstü mənfi 11'dən 10 üstü 3 mənfi 10 üstü mənfi 8 edir. Onda v bərabərdir 2 vuraq 3400 10 üstü 3. 625'ten çıxdı 2 onda 5 vuraq. 4'ten çıxdı 2 10 üstü mənfi 8'den 10 üstü müsbət 4. 10 üstü 4'dən bu 10 üstü 3'ün bir də 0'ını ixtisar edək. 2'ni 2,5'e vursaq 5, bir də 2'ye vursaq 10. Eləmi? 2'ni 2,5'e vursaq 5, 10 edir. 2'ye də vuranda 10 edir. 34, 340, bir də 10'a vuranda 3400. Cevap 3400. Kilometre bölü saniye ile ifade edin. Onda 3,4. Cevap 3400. Metre bölü saniye. Bu da 3,4. Kilometre bölü saniye etdi. Marsın radiusunu tapın. Yine hemen düsturdan artık o düsturu almışıq. V bərabərdir 2r kök hatta j vurulsun pi rho bölü 3. Yani v bərabərdir 2r kök altda j vuraq pi rho bölü 3. Bu düsturundan radiusunu tapın. R bərabərdir v kök altda 3 bölü 2 kök altda pi rho j. Düsturunu aldıq. V'miz 3400'dür. Kök altda 3 bölü 2 vur. Pi'nin yerine kök altda 3 yazıram. 3 verib. Sonra bunu ayrı kökdə yazıram. Rho'muz 4 vuraq 10 üstü 3. J'miz də 625 10 üstü mənfi 11. 625 10 üstü mənfi 11. Bunu yazaq bura. Kök altda 3'də ixtisar getsin. Bu köklərdən nə çıxacaq? Deməli 4'dən 2 çıxacaq. 625'dən də 2 onda 5 çıxacaq. 4'də 2 onda 5'e vuranda. Marsın radiusu 3400 kilometre qalacaq. Zaten yuxarıda da 3400 kilometre vermişdi. Yəni hesablamanı aparsanız R bərabərdir 3400 kilometre alınacaq. Yerimiz çatmadı. Burada cəmi var idi 9 sual. Diqqətinizə görə minnətdarım. Yəni cəmi